Salam, hər vaxtınız xeyirli olsun, dəyərli abituriyentlər. Deməli, qrupa atdığım bu iki məsələnin izahına keçək. Birinci sualımız bizə deyir ki, K və L nöqtələri arasındakı ümumi tutumu bizdən istəyir. Yəni, nə istəyir? Ümumi tutumu istəyir. Deməli, uşaqlar, mən sizə tutum dərsində də, yəni mürəkkəb birləşdirilmiş kondensatorları ə, izah eləyəndə də demişəm ki, əgər mürəkkəb olursa, biz onu hərfləndirmə metodundan istifadə eləməliyik. Belə sual tipli suallar işləmişik. Maraqlı bir məsələdir. Gəlin başlayaq. Deməli, hərfləndirmə metodundan istifadə eləməklə, əgər bura K-dırsa, onda mən bu nöqtəni də, yəni bu düyün nöqtəsini də K ilə işarə eləyirəm, saxlayıram, buraya qədər gəldim. Artıq qabağa, yəni bu tərəfə bunları adlandıra bilmirəm. Keçirəm L nöqtəsinə. L nöqtəsinə görürəm ki, bura L-dirsə, onda burada L-dir, qarşısında heç bir maneə yoxdur. Onda bu düyün nöqtəsi də L olacaq, bu düyün nöqtəsi də L olacaq. Aha. Yuxarı gəlirəm, görürəm ki, bu düyün nöqtəsi də L olacaq. Yəni heç bir maneə yoxdur. Aha. Onda mənim bu bir dənə düyün nöqtəm qaldı burada. Burada da mənim əlavə bir dənə hərfdən istifadə edəcəm. Onu da götürürəm ta ki P nöqtəsi. Yəni bu düyün nöqtəsini də P nöqtəsi ilə adlandırırım. Deməli uşaqlar, indi bizim dövrəmiz 3 dənə hərflər üzərində qurulacaq. Yəni K nöqtəsi mərkəzdə, yəni ortada bir dənə P nöqtəsi, P nöqtəsini qeyd edirəm, P nöqtəsi, bir də L nöqtəsi. Yəni bu L nöqtələri arasında K, P və L nöqtələri arasında mənim dövrəm olacaq. İndi gəl keçək bu dövrəni quraq. Deməli, görürəm birinci bu 10S kondensator, 10S tutumlu kondensator. Görürəm ki, hansı nöqtələr arasındadır? K və P nöqtələri arasında. Aha, deməli, K və P nöqtələri arasında mənim 10S tutumlu kondensatorum var. Yazdım. Keçirəm bu 8S. 8S hardadır? Görürəm ki, K nöqtəsi ilə L nöqtəsi arasında. Aha, deməli, K nöqtəsi ilə L nöqtəsi arasında mənim 8S tutumlu bir dənə kondensatorum var. Yazıram bura 8S. Bu da getdi. Keçirəm bu 2S. Bu 2S hardadır? P ilə L arasında. P ilə L arasında qururam. P ilə L arasında 2S tutumlu kondensatorum. Aha. İndi mən buradan bu P-ni silirəm. P-ni biraz yuxarıdan yazıram. P nöqtəsi buradadır yazıram. Aha. İndi keçirəm. Yerdə qalan təkcə axırıncı bu 8 setimi. Bu da P nöqtəsi ilə L nöqtəsi arasındadır. Yəni bu L nöqtəsi arasındadır. Bunda təzədən P nöqtəsi ilə L nöqtəsi arasında bir dənə kondensator var. Axırıncı 8 setumlu kondensator. Aha. Deməli biz dövrəmizi çəkdik, qurduq. Gördünüz uşaqlar, bu mürəkkəb dövrədən bu sadə dövrəyə gəldi. İndi mən buradan ümumi tutumu hesablaya bilərəm. Gəlin hissə-hissə hesablayaq. Görürük ki, bu 2S ilə bu 8S bir-birinə paraleldir. Paraleldirsə, mən ümumi tutumları burada toplamalıyam. Deməli, bu olacaq 10S. 10S buradır, bu da 10S'dir. Deməli, bunlar necə bir-birinə birləşib? Ardıcıl birləşib də. Ardıcılda da totum əgər eynidirsə sayına bölünür. Deməli, burada aşağıda olacaq ümumi tutum nə qədər? Onu 2-yə böləcəm. Yəni eləyəcək 5S. Və bu 5C, bu 8C nədir? Paraleldir. Və paraleldirsə, onda mən toplayacağım ümumi tutumu. 8C plus 5C eləyəcək 13C. Deməli, mənim ümumi tutumum 13C olacaqdır. Keçək növbəti suala, yəni ikinci sualımıza. İkinci sualda maraqlı bir məsələdir. Daha doğrusu dəyişənlərdən ibarət bir məsələdir. Bizə deyir ki, sürtünməsiz tərpənməz blokdan asılmışdır. M kütləli cisimlərdir. Birinci halda hər ikisi də M kütləli cisimlərdir. Sonra deyir ki, sol tərəfdəki M kütləli cismin üzərinə bir dənə balaca naməlum M cismini qoyublar. Bu zaman A təcili alır və deyir ki, sizdən istəyir ki, bu M-i, yəni naməlum bu M kütləli cismi ə, böyük M, A və J ilə ifadə edin. Demək uşaqlar, bu bizim Newton qanunlarından bildiyimiz təcilin düsturundan gedərik daha doğrusu. Yəni təcilin düsturu nədir? Yuxarıda kütlələrin fərqi edir. M1 çıxılsın M2, bölünsün M1 plus M2 məxrəcdən vurulsun J-dir. Bu bizim təcillimizin düsturudur. Aha.
İndi uşaqlar, mənim sol tərəfdəki, mən bu M2-ni necə yazacağam? Ta ki, sol tərəfi M2 ilə götürürəm. Ə, Daha doğrusu, sol tərəfi M2 ilə götürürəm. Aha, M2 bərabər. Bax, bir dənə M var, üstünə bir dənə də böyük M qoyulub. Nə yazacağam? Yazacağım M, yazacağım M. Daha doğrusu M1 yazıram bura. M1 yazıram. M plus M, kiçik M. İkinci halda sağ tərəfdəki kütlə ilə götürəcəm. Sağ tərəfdəki kütlə isə sağ tərəfdəki kütlə. Yazıram ki, M2 ilə işarə edirəm. Bunda böyük M-ə bərabərdir. Yəni üzərində heç bir kütlə yoxdur. Aha. İndi mən bu iki dənə dəyişəndən istifadə edərək öz düsturumu yazacağam. Yəni düsturda yerinə qoyub həll eləyirik. Deməli yazıram ki, A bərabərdir, A bərabərdir. M2, yəni böyük M. Daha doğrusu mən burada, yəni fərqi yoxdur da, M2, M1 yazıram. Elə yazaq ki, mənfi alınmaz. Onda mən buna M2 deyirəm, buna M1 deyirəm. Gəlirəm, M2 hansıdır? Yazıram ki, M plus kiçik M çıxılsın böyük M. Bölünsün, bölünsün. Ee, Böyük M, kiçik M, plus M. Böyük M. Vurulsun J'dir. Aha. Yazıram ki, A bərabərdir. Bu M'lər mənfi müsbət gedəcək. Yuxarıda qalacaq bir dənə balaca M. Bölünsün məxrəcdə qalacaq 2M, 2M. Üstə gəl M. Vurulsun J. Aha. Buradan yazıram ki, burada artıq riyazi tərəfə keçdik. Yazıram ki, MJ bərabərdir. MJ bərabərdir. Hər tərəfi nəyə vururam? A-ya vururam da. Olacaq 2 böyük M vur A. Üstəgəl M-A. Onda mən buradan bu M-A-nı keçirəm bu tərəfə ki, hər tərəfdən ə, eyni M kütlələri olsun. Bərabərdir 2 M vurulsun A-dır. Onda mən buradan M-i mötərizə xaricə çıxaranda olacaq J çıxılsın A bərabərdir 2 M vurulsun A-dır. Onda mən buradan hər tərəfi J-yə bölsəm, onda M-i ifadə edə bilərəm də balaca M-i. Olacaq 2 M vur A bölünsün J çıxılsın A. Aha, deməli mən naməlum bu M cismini böyük M, A və J ilə ifadə elədim. Alındı 2M A bölünsün J çıxılsın A. Yəni 2M A J çıxa oldu məndə D variantı. Sağ olun, salamat qalın.